Salam değerli izleyiciler. Bugün artık Prop Challenge'ımızın 5. günüdür. Bugün 716 dollar profit kazanmaqla hədəfimizə 50%-dən yekunlaşdırdıq. Zəhmət olmasa videonun sonuna kimi izləyin və komment yazmağı unutmayın. Təşəkkür edirik. Hər birinizi bir daha xoş gördük. Bu günləri artıq Prop Challenge'ımızın 5-ci günündəyik. Geridə qalan 4 günümüzdə 2250 dollar profitimiz olub. Artıq 6% profitə çatmağımıza az qalıb. Bu günləri ayın 25-idir, saat 11:14-dür. Analizlərimizi eləmişik. XAU USD və Euro USD instrumentlərinə baxırıq. XAU USD-də belə bir əməliyyat yaranıb. Bu HKC-də biz buy əməliyyatı açacağıq və açdıq. Elə real danışa-danışa alındı. Biz stop lossumuzu qoyuruq. Stop lossumuzu qoyduq. TP-mizə baxaq. Təxminən TP-miz 3748-də olacaq. Hələlik 3748-də. $49-a hələlik qoyaq, amma yəqin ki dəyişəcək. Bazarın hərəkətliliyindən və hərəkətsizliyinə görə TP-mizi dəyişəcək. İzləyək. Bazar həmişəki kimi oyun oynamağı sevir. Bizim giriş nöqtəmizdən sonra bazar aşağı düşdü. Qiymət biraz aşağı indi. Amma əsas dəstəklər var aşağıda. Yəni bu dəstəklər də keçsə, yəni stop olmaq ehtimalımız yüksəkdir. Amma stopa inanmıram, sözün açığı. Amma bazarda hər şey ola bilər, belə deyim. Fikirləşə biləcəyiniz və fikirləşə bilməyəcəyiniz hər bir şey bazarda mümkündür. İzləyirik. TP-mə burada baxdım. 49400 birinci mərhələ. Bazar daha yaxşı getdiyi təqdirdə, bazar volatilliyi buy əməliyyatına doğru artdığı təqdirdə TP-mizi biraz daha yuxarı çəkəcək. Amma hələ ki ilk mərhələdə 49400 birinci mərhələ üçün yaxşı bir TP nöqtəsidir. Burada gördüyünüz kimi bazar burada high keçəndən sonra çox 2 dənə şamla belə deyim lokal trenddə düşüş oldu. Siz öz analizinizə inanmasanız burada həyəcan başlayır, emosiyalar yüksəlir ki, gedib stopmu vuracaq. Gözləmirsiniz və pozisiyanı bağlayırsınız. Bu isə təzədən belə deyim, burada likvidliyi yığdıqdan sonra təzədən qayıdır, lokal trendinə görə davam edir. Bilirsiniz, bəzi səbəblər var. Onu gözləməlisiniz ki, trend dəyişildi yoxsa yox. Əgər sizin trend dəyişilməsi təsdiq olunmayıbsa, pozisiyanızı bağlamayın. Eybi yox. Volatillik artsın, gedib sizin stopunuzu vursun. O problem deyil. Stopunuzu vurmalıdır da. Yəni bu işin belə deyim, sirri stop vurmaqdır. Stopunuzu da vuracaq. Amma emosiyalara qapanıb stopa görə tez bağlamayın. Problem odur. Burada mən gözləyirdim ki, bura gələndən sonra biraz korreksiya verər. Amma korreksiya vermədi. Ola bilər, yəni yenə də versin, amma hələ ki yaxşıdır. Ona görə fikirləşirəm ki, bu lokal trend biraz daha güclüdür. Ona görə TP-ni biraz yuxarı çəkdim. İndi əsas bundan sonraki şam rol oynayır. Amma burada da reaksiyalar yaxşıdır. İndi yaxşıdır dedim. Şam bəli, deyəsən korreksiya verəcək. Baxaq, bundan sonraki şam əsas rol oynayan şamdır.
baxım. Maksimumu 48295. Maksimumu 48475. Likvidliyi yığmış ola bilər. Amma yaxşı qalıb hələ ki. İndi ola bilsin 1-2 dəfə də cəhd edəcək. Ola bilər ki, baxacaq, cəhd edəcək oranı. Keçə bilməsə, orada da bağlaya bilərik. Yəni TP-mizin gedib sırf TP-mizi götürsün, yəni mən xoşlamıram onu. Bazar nə tələb edirsə bizdən, biz də onu edirik. Bazar qeyri-müəyyəndir. Bazarı belə deyim, heç kim bilə bilməz. Bazarı market makerlər idarə edir və biz də o həminki oyuna görə bu oyunu oynamalıyıq. Bəli, görürük. TP-mizə doğru addımlayır, TP-mizə doğru irəliləyir. Amma əlbəttə ki, pozisiyanın bağlandıqda o pul balansımıza köçdükdə biz belə deyim, rahat danışa bilərik onda. TP-miz hələm götürmədiyi təqdirdə hər şey ola bilər. Buradan TP-ni götürməmiş də bazar üzün çevirib geri dönüş edə bilər. Bəli. Bugünkü günümüzü də tamamladıq profitlə. 716 dollar. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Yəni bu gün də 716 dollar profit. Məncə Prop Challenge keçməyə biraz daha da yaxınlaşırıq. Hər biriniz bizi izlədiyiniz üçün təşəkkür edirik. Görürsünüz, yenə də davam edir, amma bizə lazım deyil. Bizim hədəflərimiz var. O hədəflərə addım-addım irəliləyirik. Bizi izlədiyiniz üçün təşəkkür edirik.